Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Əziz və dəyərli tamaşaçılar, bugün şeyximizlə podkastımız davam edir. Sizdən gələn sualları çalışacağıq. Allahın izni ilə cavablandıraq. Selamun aleykum və rəhmətullah. Aleyküm selam və rəhmətullah. Suallardan müxtəlif suallar verir tamaşaçılarımız. Bugün ən çox təkrarlanan sualları yığdıq. Bizimlə çalışacağıq o sualları cavablandıraq. Birinci sual budur ki, Seyyid Kəmal Heydəri o şəxsə ümumiyyətlə qulaq asmaq olarmı və son vaxtlarda Azərbaycanda xüsusən onun əqidəvi məsələlərdə və digər fəlsəfi məsələlərdə videolar tərcümə olunur və insanlar da, möminlər də, onu tanıyan, tanımayanlar da onu öz statuslarında və sosial şəbəkələrində paylaşırlar. Biz də əziz tamaşaçılarımızı, mömin bacı və qardaşlarımızı salamlayırıq. Allah Taala hər birinin imanını kamil eləsin, gələcək günlərin xeyirli eləsin. Seyyid Kəmal Heydəri bir ustad kimi, bir alim kimi bizim həmyaşıdların və mən də içində olmağının boynumuzda böyük haqqı var. Deyəcəm indi söhbət nədən gedir. Biz təxminən mən 2002-ci ildə Suriyaya gedəndə həmin vaxtlarda hələ internet bu cür inkişaf eləməmişdi. CD-lər, DVD-lərdi o vaxtlar. İndi məndən qabaqçılar da istifadə edir, bundan işim yoxdur. Amma mən öz həmyaşıdlarımızı deyirəm, yəni 50 dövrəsində olan tələbələri deyirəm. Demək olar ki, biz şiə hövzələri, ərəb dilli şiə hövzələri Seyyid Kəmal Heydərinin dərsləri üstə böyüdük. İstər məntiqi olsun, fəlsəfəsi olsun, fiqhi olsun, əxlaqı olsun, əqaid bölümü olsun. Həddən artıq o dövrdə çox yayılmışdı. Ərəb dilli hövzələrdə, istər Suriyada olsun, İraqda olsun, Qumda olsun, Məşəddə olsun, ərəb dilli hövzələrin əksər tələbələri demək olar ki, Seyyid Kəmalın dərsləri üzərində böyüdü, inkişaf elədi, yəni elmi səviyyəsini artırdı. Ona görə də bir ustad kimi boynumuzda böyük haqqı var. Amma haçana qədər, ta ki 2011-ci ilə qədər. 2011-ci ildəki birinci dəfə müsahibə verdi və ondan sonra başladı belə də xoşa gəlməz nəzərlərlə çıxış eləməyə. Ondan sonra artıq Seyyid Kəmalın nəzərləri dəydi bir-birinə. Yəni Seyyid Kəmal Heydərinin o dərsləri istər əqidəvi mövzuda olsun, istər fiqhi mövzuda olsun, üsuli mövzuda olsun, ta ki 2011-ci ilə qədər hamısı gözəldir, hamısı istifadə eləməlidir. Amma 2011-dən ta ki bugünkü günə qədər artıq mən deyərdim ki, savadlı tələbələr istisna olmağına sıravi insanları məsləhət görməzdim. Çünki onun içində yaxşısı da var, yamanı da var. Fikrin azdıra biləni də vardır, yaxşı şey də vardır. Yəni belə avam insan, yəni sadə insan, sıravi insan və yaxud da ki, hələ təzə hövzəyə daxil olmuş tələbə yaxşını, yamanın ayırd eləyə bilməyəcək, deyəcək, bu da müştəhid, bu da mərcə təqlid dediyi həqqdə elə İslamdır və qarışdıracaq. Ona görə də alimlər, yuxarı səviyyəli tələbələrin problemi yoxdur. Qulaq asada bilər, etiraz da eləyə bilər, rəddiyə də deyə bilər. Amma təzə tələbələrə məsləhət görmürəm və xüsusən də sıravi möminlərə məsləhət görmürəm. Və o qardaşlar ki, yayırlar, paylayırlar, əgərsə sonrakı videolarını paylayırlarsa, onlardan məsləhət görürəm ki, bu işləri görməsinlər. Niyə? Nə üçün görməsinlər? Çünki Seyyid Kəmal Heydər təxminən 4-5 ildir, demək olar ki, ev dustağı kimi bir şəraitdə yaşayır. Və onu ev dustaqlığına salan da İran hökuməti deyil. Bəli, İran hökumətinin axırda dəxaləti oldu. Amma o işi görən demək olar ki, böyük mərcəyi təqlidlər oldu. Vahid Xorasani, Ağa rəhmətli Safi Qulpaygani, Məkarim Şirazi, neçə nəfər böyük müştəhidlər yığışdılar. Moizə nəsihət elədilər, gördülər ki, Seyyid Kəmala təsir eləmir. Niyə görə? Çünki Seyyid Kəmal deyir ki, mən hamımızdan ələməm, hamımızdan daha savadlıyam. Və başlayırdı o fikirlərin yaymağa və insafən dedilər, savadlıdır, yəni demək olmaz, savadı yoxdur. Əl-haqqu vəl-insaf ərəblər demiş, yəni savadlı insandır, yəni boş insan deyil. Bir var deyəsən, məsələn, təzə tələbədir, bir də var bir insan ki, doğrudan sözün həqiqi mənasında müxtəlif elmlərdə ixtisas tapıbdı, ondan sonra gəlib danışır. Ondan sonra müştəhidlərin nəzəri bu oldu ki, bunun dərslərinə maneə qoyulsun. İndi bilmirəm, hal-hazırda evində dərs keçir-keçmir, amma demək olar ki, video lent kimi ya səs kimi yayılmağın qadağan eləyiblər. Yəqin ki, mən bilmirəm, bəlkə də qapıda da polis vardı, yoxdur, onu deyə bilmərəm. Yəni, müştəhidlər əgər icazə vermirlərsə, demək bir şey bilirlər, icazə vermirlər. Düzdür, müştəhidlər hökumətdən tələb eləyiblər, hökumət ona deyək, ev dustaqlığı kimi bir şərait tətbiq eləsin. Amma yenə deyirəm, sırf hökumətlik deyil, müştəhidlərin, neçə dənə böyük müştəhidlərin ki, mərcəyi təqlidlərdir, dünyanı idarə edən, yəni şiə dünyasını idarə edən şəxslərdir. Onların nəzəri bu oldu ki, bunun fikirləri yayılmasın. İndi yayılmasın, demək problemlər var ki, məsləhət bilməlidir. Ona görə də o qardaşlara tövsiyə edirəm ki, o şeyləri yaymasın. 2011-ci ildən qabaq hər nə yayırlar, lap gözəl. Amma sonrakılar artıq qatıma qar, yaxşısı da var, yamanı da var. İkinci sualımız şeyxini ən çox verilən suallardan biri budur ki, Əhl-i Beyt əleyhissalamın və Peyğəmbərlərin vilayəti təkvini olmasında etiqadları var, xüsusən də şiə əqidəsinin bu məsələdə.
ilk öncə sual mən belə başa düşürəm ki, izləyicilər üçün daha yaxşı olar ki, ilk öncə izah eləyəsiniz vilayət təkvini nədir və onu izah eləyəndən sonra bu suala cavab verəsiniz ki, sual verdilər ki, İmam Hüseyin əleyhissalam və digər imamlar ki, Kərbalaya getdilər, İmam Hüseyin əleyhissalam və əhli orada şəhid oldular və əgər imamlar vilayət təkvini təsərrüfatda qabiliyyətləri varsa da, təsərrüfatda idarə edə bilirlərsə də ki, kovnu, kainatı, nəyə görə o anlarda, o ağır belə deyək, o ağır vaxtlarda bu vilayət təkvinindən istifadə eləmədilər. Ümumən bu termin ki vardı, vilayət təkviniyyə, vilayət təşriyyə, bəzi alimlər bu terminləri qəbul eləyir, bəziləri qəbul eləmir, işim yoxdur. O ki, belə deyək də, yəni Şiə hövzəsində, Şiə mədrəsəsində qəbul olunub bu mənası ilə ki, Əhl-i Beyt əleyhissalamın hər iki vilayəti vardı. Təşriyi vilayəti də var, təkvini vilayəti də. Dediyim kimi, bəziləri mümkün də etiraz eləsin, amma kütləvi surətdə əksər alimlərin nəzəri budur ki, imamlarımızın salamullahi əleyhi məcməin həm vilayət təkviniyyəsi olub, həm vilayət təşriyyəsi olub. Əvvəlcə vilayət təşriyyəni izah eləyim, ondan sonra keçərik təkviniyyəyə. Təşriy yəni qanunvericilik, qanunverici orqan. Əsl budur ki, haqqı təşri Allahındır. Allahın haqqı təşriyi vardır. O haqq Allaha məxsus bir haqqdır. Amma Allah Taala həmən haqqın peyğəmbər və imama da bəzi hallarda verir. Tutaq ki, məsələn deyək, hədislərdə gəlibdir ki, Allah Taala peyğəmbər sallallahu əleyhi və alihi və səlləmə vəhy nazillədi ki, ey mənim rəsulum, sənin ümmətinə 10 rükət namazı vacib etdim. Gündə 10 rükət namaz sənin ümmətinə vacibdir. Əgər bir şey artırmaq istəyirsənsə, onda sənə icazə verirəm. Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm də gündəlik namazlara 7 rükət artırdı. 2 rükət zöhr namazına, 2 rükət əsr namazına, 2 rükət işa namazına, 1 rəkət də məğrib namazına. 7 rükət Peyğəmbərdəndir. Əsl haqqı təşrih, yəni qanunverici orqan Allahın özüdür. Amma Allah Taala harda ki məsləhət bilirsə, onda Peyğəmbərinə icazə verir ki, ey Peyğəmbərim, bu halda mən səni ixtiyar sahibi eləm, əgər bir qanun çıxartmaq istəyirsən, çıxart. Peyğəmbər də qanun çıxartdı ki, mənim ümmətim 10 yox, 17 rükət namaz qılacaqsınız gündə. Və rivayətlər buyurur ki, neçədən səhih rivayət var ki, Peyğəmbər bu 7 rükəti artırandan sonra Allah Taala öz haqqın saxladı, istər səfərdə olasan, istər evində olasan, amma Peyğəmbərin artırdığın isə nədir? Səfərdə ortadan qaldırdı. Ona görə səfərdə 4 rükətlər 2 rükətə düşür. Bir rükət niyə düşmədi? Bəzi rivayətlərdən başa düşülür ki, Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm 2 rükət Əli əleyhissalama xatir artırmışdı, 2 rükət İmam Həsən əleyhissalama xatir, 2 rükət İmam Hüseyin əleyhissalama xatir, 1 rükət məğrib namazını xanım Fatimə-i Zəhra əleyhissalama xatir artırmışdı. Onların şəninə. Bu baxımdan ki, kişilərə verilən hədiyyəni mümkün almaq pis olmaz. Amma qadına verdiyin hədiyyəni geri alanda sanki bir balaca yaxşı olmur. Ona görə xanım Zəhranın payına dəymədi. Əli əleyhissalamın, İmam Həsən, İmam Hüseyin əleyhissalamın payları səfərdə sanki aradan getdi. Xanım Zəhranın payına düşən 1 rükət isə evdə də oldu, səfərdə də oldu. Yəni 3 rükət azalmadı, əskilmədi. Xülasə bu bir nümunə idi ki, Allah Taala haqqı verir peyğəmbərə ki, sən nə edirsən elə. Və yaxud yenə də səhih hədislərdə Allah eləyir ki, Həzrət Peyğəmbərə vəhy gəldi ki, ey mənim rəsulum, zəkatı vacib elədim ümmətinə. Amma nədən zəkat versinlər, nə qədər zəkat versin, onu sənin öhdənə buraxdım. Peyğəmbər gəldi dedi ki, 9 şeydən zəkat istəyirəm. Filan şeylərdən filan həddə çatanda zəkat istəyirəm. Qalanlarını əfv elədi. Yəni, məsələn, dəvən neçəyə çatanda nə qədər zəkat olacaq, buğda neçə kiloqrama çatanda nə qədər zəkat verəcək, bu Allahdan deyil, Peyğəmbərdən deyil. Niyə? Çünki Allah Taala dedi ki, mən zəkatı vacib elədim. Ey mənim rəsulum, sən nöhdənə buraxdın. Necə istəyirsən o cür məsləhət elə. Eləcə də məsələn, fərzəndi Əli əleyhissalam. Biz bilirik ki, fitrə zəkatı insan üçündür. Fitrə zəkatı insana məxsusdur. Hər bayram gecəsində, orucluq bayramında ailə başçısı ailəsinin sayı qədər adamın fitrəsini çıxardır. Əli əleyhissalam gəldi öz dövründə, öz hakimiyyət dövründə, xilafəti dövründə gəldi burzunlara, xüsusi bir at edindi, belə bəylər, xanlar saxlayan atlar deyə nə isə mən deyə bilmərəm. Xülasə burz, bəraziyən, burdun deyən bir at növü vardı. Onlara da fitrə vermək vacib elədi. Yəni ta ki məsələn bir nəfərin 5 dənə uşağı var, 2 dənə atı var, gəç onda 7 nəfərin fitrəsini verəydi. Əli əleyhissalam sonraki imamlar da istəmədi. Əli əleyhissalam öz xilafətində nə məsləhətə görə idi, nə üçündürsə, atlara da həmin də bahalı atlardı ya nə idisə onlara fitrəni vacib elədi. Vilayətindən istifadə elədi, həmən o işi gördü. Xülasə, təşriyi vilayət o deməkdir ki, Allah Taala bir qanunu çıxardır.
qanunun harcı bir yerlərində bir boşluqlar qoyur və o boşluqları doldurmağı kimin öhdəsinə buraxır? Peyğəmbər və imamın öhdəsinə buraxır ki, əgər məsləhət bilirsən dəyiş. Ya məsələn bir şey qoy, bir şey artır ki, bu vilayət təşriiyyədir. Bu vilayət təşriiyyə ondan sonra imamlar qeybə çəkiləndən sonra keçdi kimin öhdəsinə? Müctehidlərin öhdəsinə. Deməli, onda müştehidin vilayət təşriiyyəsi var. Bu şərtinlə ki, Allahın və Peyğəmbərin sünnəsinə xilaf çıxmamaq şərti ilə. Boşluqlarda əgər bir şey varsa, mümkündür onu doldura bilər. Əgərsə bir qadağa yoxdursa, bir hökm yoxdursa, mümkündür müştehid o səlahiyyətdən istifadə edə bilər. Bu oldu təşri, yəni qanunverici orqan. Bir də baxırıq, təkvini vilayət nədir? Vilayət təkviniyə nədir? Vilayət təkvini o deməkdir ki, qovn sözlə, yəni kainat. Əhl-i Beyt əleyhissalamın bu yaradılış aləmi ki var, günəşlər, aylar, qalaktikalar, planetlər, dağlar, bağlar, çaylar, bilib bilmədiyimiz məxluqlar insanından, zinnindən, mələkindən hamısına nəyi vardı? İhatəsi vardı. Hamısına nəyi vardı? Bir, necə deyərlər, nəzarəti vardı və rəqabəti vardı. Rəqabət ərəblə, rəqib, nəzarət yəni. Rəqabət bizdə yarışmadır, o yarışma yox. Rəqabət yəni rəqib sözündəndir. Nəzarəti vardı. Necə? Yəni, məsələn, fərzən belə deyək ki, Allah Taala bu aləmi birbaşa özü tək başına idarə eləmir ki, yağış yağdırmağı bir mələkə tapşırıb, nə bilim, ot bitirməyi bir mələkə tapşırıb, öldürməyi birinə tapşırıb, nə bilim, deyək, vəhy aparmağı Cəbrəil əleyhissalama tapşırıb. Aləmin proqramını elə cızıb ki, mələklərinin vasitəsi ilə bu aləmi idarə edir. Nəuzubillah, Allah acizdir, deyir, yox, Allah aciz deyil, Allah Taala hər şeyə qadirdir. Bir an içində hər şeyi məhv eləyir, yenidən bundan da, tutaq ki, 10 qat böyüyün düzəldər. Allahın qüdrətində zərrə qədər problem yoxdur. Amma Allah istəyib ki, bəzi məxluqatın, bəzi bəndələrin, bəzi yaratdığın bəzilərinin üstün eləsin. Ta ki, fəziləti bilinsin. Ona görə də bu baxımdan ki, biz şiyələrin, 12 imam şiyələrinin əqidəsinə görə 14 məsum, yəni Peyğəmbər və onun əhl-i beyti, salavatullahi və salamuhu əleyhim əcməin, Allahın yaratdığı şah əsəridir. Allah onlardan üstün bir şey yaratmayıb. Nə yaradıbsa və nə yaradacaqsa. Bilmirik ki, bu aləmlər neçə milyard dəfə dəyişəcək. Allah bilir, özü bilir. Var rivayətdə ki, məsələn, İmam Baqir Əleyhisselam soruşur ki, məsələn, deyək, cənnət əhli getdi cənnətə, cəhənnəm əhli getdi cəhənnəmə, qutardı, Allah Taala yeni dünya yaradar. Var, İmam Baqir Əleyhisselamdan rivayət var ki, bunlar məvəd təzədən yaradar. Xülasə, Allahın qüdrətində bir dayanış, bir dənə duruş yoxdur ki, dursun orada, dayansın. Amma nə yaradıbsa və bundan sonra nə yaradacaqsa, əqidəmiz budur ki, Peyğəmbər və Ali Muhammed, yəni Muhammed və Ali Muhammeddən üstünün nə yaratmayıb, nə də yaratmayacaq. Kimi yaradıbsa onlardan aşağıdır, kimi yaradacaqsa yəni onlardan aşağı olacaq. Niyə? Çünki Allah Taala onların xatirinə yaratdı. Onlara görə yaratdı bu aləmi ki, onlar gəlsinlər. Hədis-i Kisada müfəssəl vardı. Çoxlu rivayətlər var ki, məsələn, deyə birinci Allah Taala mənim nurumu yaratdı, mənim nurumdan Əli əleyhissalam nurunu yaratdı, ondan göyləri yaratdı, xanım Zəhra nurundan filan şey yaratdı. Rivayətlər müxtəlifdir. Və çox həddən artıq ziddiyyəti var ki, nədən nə yaratdı? Bildi, birinci budur ki, Peyğəmbərin nuru yarandı, ondan sonra Əli əleyhissalam nuru yarandı. Ondan sonra nədən, hansı nurdan nə yaratdı? Bu barədə rivayətlər həddən artıq demək olar ki, ziddiyyətlidir. Hər bir şeydir. Adətən də bu problemlər ravilərin problemidir, məsumun yox. Məsum deyir, o gedib qarışdırır, ağlına gəlir. Mən dəfələrlə dərsdə də bu söz deyirəm. Deyirəm, məsələn, neçə nəfər oturmuşsunuz dərsdə. Çıxsın, mən burada dərsi danışdım. Dərsi danışandan sonra çıxaq çöldə deyək ki, mən nə danışmışdım? Hər öz ağzına gələn bir şey danışacaqsınız. Ravilər də oturdu imamın qabağında, imam deyirdi. Çıxandan sonra kimin ağlına gəlir, danışırdı. Bunlar nə üçün deyirəm? Yəni o ziddiyyəti var, mümkün məsumun problemidir. Problem ravilərin problemidir ki, kimin yanında nə qalmışdı, onu danışır. Nəysə, Allah Taala Ali Muhammədi yaratdı və hələ onda heç nə yox idi. Nur idilar. O nurdan məsələn mələkləri yaratdı. Mələklər o nuru görəndə İmam buyurur ki, İmam Sadiq əleyhissalamdan bəlkə biz idik ki, mələklərə nə öyrətdi? Allaha ibadəti. Əgər biz olmasaydı, onlar şirk eləyərdilər. Bizim nurumuzu gördülər. Bizi Allah sandılar mələklər xəlq olunda. Biz onlara təlim elədik. Ona görə mələklər əmr olundu Adəm əleyhissalama səcdə eləsinlər. Niyə? Çünki Adəm öz belində elə bir kişiləri daşıyırdı, elə bir şəxsiyyətləri daşıyırdı ki, haqqı vardı ki, mələklər ona səcdə eləsinlər. Allah Taala Sad surəsində buyurur ki, Əstəkbərtə əm kuntə minəl alin. Təkəbbür eləyirsən, ya özü yuxarılardan sayırsan, yuxarı səviyyələrdən sayırsan. Rivayətimizdə vardı ki, alindən məqsəd Muhammed və Ali Muhammed. Yəni Adəmə əmr gəldi, mələklərə əmr gəldi ki, Adəmə səcdə eləyin. Şeytan səcdə etməyəndə Allah Taala qınadı. Dedi ki, sən özü təkəbbürlü sayırsan, səcdə eləmirsən, ya özü böyüklərdən sayırsan ki, böyüklər Adəmə səcdə etməməlidir. Yəni hamı səcdə etməli idi, o alimlər yuxarı səviyyələrdən başqa. Yəni Muhammed və Ali Muhammedin ixtiyarı var idi ki, Adəmə səcdə eləməsin, çünki onlardan yuxarı idi. Sən niyə səcdə eləmədin? Sad surəsindəki ayədə.
Deməli Allah Taala onları üstün yaratdı və bu yaradılış aləminin vilayət təkvinə bu deməkdir. Yaradılış aləminə hökmranlığı da nə idi? Müəyyən mənada ona tapşırdı. Allahın izni ilə. Təkrar deyir bu sözü. İmamın, peyğəmbərin özündən heç nəyi yoxdur. Nə qədər Allah icazə veribsə, nə qədər qüdrət, nə qədər elm veribsə, həmən çərçivədə onlar neyinə təsərrüf eləyə bilərlər. Ondan o tərəfə keçə bilməzlər. Təsəvvür eləyin ki, bir nəfər o qədər müdürünə sadiqdir, bir müavin. Müdür tam arxayında ondan, sədaqətindən. Tutaq ki, otağın məsələn açarını verib ki, kim nə gəldi məsələn deyir, hədiyyə istədi, ver, nə maaş ver, nə bilmə nə edirsən ver. Bilir ki, xəyanət eləməyəcək, tam arxayındır. Ondan sonra da artıq hər dəqiqə gəlib soruşmaz ki, filan kəsə nə qədər verdin? Çünki onun ədalətinə, onun əmanətdarlığına arxayın olandan sonra bu cürdür. Allah da loru misal verirəm ki, Allah da bildi ki, Muhammed və Ali Muhammeddə zərrə qədər xəyanət yoxdur. Zərrə qədər məsələn deyək, haqqdan çıxmaq yoxdur. Ona görə ki, mələklərə də hökmranlıq eləyə bilərsiniz, insanlara da hökmranlıq eləyə bilərsiniz, nə bilim, cinlərə də hökmranlıq eləyə bilərsiniz. Hamısına hakimiyyət tapa bilərsiniz. İndi bəzi yerdə istisna ilə bu artıq Allahın özünə məxsusdur. Xülasə Allah nə yaradıbsa göydən, dağdan, bağdan, saydan, bildiyimiz, bilmədiyimiz hamısı Əhl-i Beyt əleyhissalamın itaətindədir. Əgər Əhl-i Beyt əleyhissalam əmr eləsən, məsələn günəş qayıdacaq, necə ki əleyhissalam üçün qayıtdı. Dağ nə bilim yerindən oynayıb qabaqda geniş danışmışdı bu sözləri. Əqidə və şübhələrə cavablarda ki, ravi deyir, imama dedim ki, ağa, sən indi məsələn desən o dağ gələr, dedi, hə. Dedi, yox, dedim ki, nə həddə vilayətin var? Dedi, məsələn, mən o dağa desəm, gələr. Ravi deyir, hələ dağa desəm, gəl, sözündə dağ hərəkət elədi. İmam da əlini işarə edir ki, gəlmə, hələ istəmirəm. Bu, mümkündür bir rivayət deyəsən ki, sözdə deyib orada. Bu cür rivayətlər yığson, kitabça düzəltmək olar imamların suya əmrindən, dağa əmrindən, heyvanlara əmrindən, cinə əmrindən, quşa əmrindən. Başa düşürük ki, Allah Taala hakim elə bütün aləmi imkana. Yaxşı, indi sualın ikinci hissəsi. İndiki günəşə də hakimdilər Allahın izni ilə. Təkrar edirəm, özlərinin heç nə yoxdur. İmamın özündən zərrə qədər də ixtiyarı yoxdur. O nə hər nə edirsə, Allahın ona sevgisindəndir ki, Allah sevib əta eləyib. Necə ki, məsələn, bir milyoner məsələn deyir, oğlun çox istəyir, verir, deyirsən, get bu məsələn bu kəndi, bu şəhəri məsələn villalar, get nə istəsən elə. Niyə görə? Çünki sevgisindən. Allah da insana sevgisi biraz fərqlidir. Allah Taala'nın sevgisi boş sevgi deyil. Bilir ki, bunlardan yaxşısı yoxdur, bunlardan düzgünü yoxdur, bunlardan təqvalısı, bunlardan əbədi yoxdur. Yəni ən çox ibadət eləyir. Ona görə veribdir. Yaxşı, indiki göy, yer, hamısı bunların ixtiyarındadır. Niyə İmam Hüseyin əleyhissalam başını kəsəndə filan şey olmadı? Niyə Əli əleyhissalamın başına qılınc vuranda o dəmir məsələn gəlib başına dəydi? Deyir, həli. Onlar eyni zamandakı vilayət təkviniyyələri var, eyni zamanda Allaha itaətləri var. Allaha itaətlərinin sayəsində vilayət təkviniyyəni tapıblar. Çünki onlar bilirdilər ki, Allahın istəyi, iradəsi budur ki, İmam Hüseyin əleyhissalam deyək, qumlar üstə doğranıb şəhid olsun. Əli əleyhissalamın başına qılınc dəysin. Var rivayətlərimizdə ki, cinlər gəldi, mələklər gəldi İmam Hüseyin əleyhissalamdan, icazə istədilər ki, bir göz qırpımının hamısını məhv eləyirik. Ağa, icazə ver, Həzrət dedi, yox, bu bizim Allahla əhdim vardı. Hələ nə Adəm xəlq olmuş, nə heç nə, onda Allah Taala zərr aləmində əhd almışdı ki, kimdir mənim bəndələrimdən məsələn, hər şey mənim yolumda qurban versin. İmam Hüseyin əleyhissalam qalxmışdı, ya ey mənim Rəbbim, ya Pərverdigar, mən hazıram ona. O aləmdə vədə vermişdi, amma təzə şey deyildi. Var rivayətlərimizdə ki, Adəm əleyhissalam birinci şəxs idi ki, İmam Hüseyin əleyhissalamı ağladı. Niyə? Çünki tövbəsi qəbul olunanda Əhl-i Beytin xatirinə qəbul olundu. Elədir? Dedi ki, ay Pərverdigara, niyə görə, nə səbəbə görə? Bu 5 nəfərin 4-ün adını çəkəndə mənim qəlbimə sevinc doldu. Bu axırıncı Hüseyin adı gələndə mən bütün vücudum kədərinlə, qəminlə doldu. Birinci 4 dənə də fərəh, sevinc doldu qəlbimə. 5-cidə isə mənim qəlbim kədərlə doldu. Allah mütəala İmam Hüseyin əleyhissalamın başına gələcək müsibətləri xatırlatdı və Adəm əleyhissalam ağladı. Yəni hələ nə Adəm var, nə Adəmin neçə nəsil babası yoxdur. Belə birinci insan da Adəm əleyhissalam. Allah Taala Kərbəla müsibətin Adəm əleyhissalamı xatırlatdı. O aləmdə vədə vermişdi ki, Pərverdigar, əgər sən istəyirsən mənim başımı arxadan kəsələr, nə bilim deyə bədənimi deşik-deşiklər oxunan qılıncına, mən hamısına razıyam. Körpəm doğransın, nə bilim cavanım ölsün, qızlarım əsir getsin, balalarım əsir, hamısına razıyam. Bu Allahın razılığı idi ki, Allahın razılığına razılığı idi ki, o məqamı onlara vermişdi. Nəinki də İmam Hüseyin əleyhissalam istəsəydi, ta ki, onları qıra bilməzdi. Mən bunu eşitmişəm, bir yerdə görməmişəm. İmam çox moizə nəsihət eləyəndən sonra,
Gördü ki, bunlara söz çatmadı. Yəni, bunları başa düşmək istəmədilər. Dedi, bir dənə qaydın boynunuza baxın. Dedi ki, Yezidin qoşunu 30 min idi, 20 min idi, 50 min idi, hər nə qədərdir. Hər biri baxanda gördülər ki, Zülfüqar, hər kəsin Zülfüqarı boynunda gördü. İmam Əleyhissalam möcüzəsi ilə, kəraməti ilə. Həzrət buyurdu ki, bir dəfə əmr eləsəm, bir dənə əmr eləsəm ki, başınız tökülsün, 30 minin hamısı başı bir dəfə qırılar. Yəni, mənim sizi öldürməyə gəlməmişəm ki, öldürüm. Mən gəlmişəm sizi hidayət eləməyə. Amma siz insanlardan çıxmış vəhşilərsiniz də, mən deyirəm Həzrətin sözü, başqa bir ifadə ilə. Yəni, söhbət öldürməkdən getmir. İmam Əleyhissalam istəsəydi, qılınc kəsməzdi. Amma istədi ki, kəssin, ona görə kəsdi. Və bu vilayə təkviniyyədə acizlik demək deyil. Vilayə təkviniyyə yanaşı Allaha itaətdə zirvəyə çatmaqdır ki, bir insan hər şeyə qadir olduğu halda Allahın izni ilə göyə də, yerə də, qılınca da, nə bilim, oxa da hökmranlıq eləyə bildiyi halda deyir ki, ilahi, mən razıyam ki, məsələn, 12 zərbə ilə başımı bədəndən ayırasınız. Bu, o insanlığın zirvəsidir ki, onlar fəth elədilər. Keç-keç ora çata bilməzdi. Xülasə, geniş bir bəhsdir. Yəni, burada vilayət təkvinə heç bir ziddiyyət yoxdur. Çünki Allah istəmişdi, onlar da razı oldular ona. Peyğəmbərlər və imamlar, biz bunlardan bağışlanma diləyə bilərik. Bu barədə təvəssül bəhsləri, istiğasə bəhsləri kanalımızda var. Bu dəfə sual verirlər ki, onlardan bağışlanma diləmək olarmı hər hansısa bir məsumdan və məsumun bağışlanma səlahiyyəti varmı? Çox təəssüflər olsun ki, bütün bu şübhələrin kökündə nə yatır? Tohidinlə şirki düz başa düşməmək. Bəziləri elə biliblər ki, məsələn deyək, birindən kömək istədinsə, sən müşrik olursan. Birindən yardım istədin, pul istədin, müşrik olursan. Dəfələrlə əqaid dərslərində də, ya əqidəvi şübhələrə cavablarda da dönə-dönə bu söz demişəm ki, tovhid ilə şirkin arasında bir incə nöqtə var. Əgər bir insan kömək istədiyi şey, indi pul istəyir, uşaq istəyir, xəstəsinə şəfa istəyir, hər nə istəyir. Bir nəfərdən ki, istəyir. Təbii ki, o istənə elə belə şəxsdir. Söhbət məsumlardan gedir, peyğəmbərlərdən, imamlardan, Allahın vəlilərindən söhbət gedir. Bir dəfə etiqad eləyir ki, bu mənə verir. Özündən də Allah qalıb qırağa bu eləyir. Bir dəfə də baxır ki, Allahın ona verdiyi dairədə, icazət dairəsində bu işi görür. Birincisi şirkdir. Hər ikisinə deyirəm ki, ya Əli, məsələn, günahımı bağışla, ya Əli mənə pul ver, ya Əli filan şey ver mənə. Əgər etiqadın budur ki, Allah qalıb kənarda, Əli eləsəm nə istəyir, olacaq şirk. Etiqadım bunu olsa ki, bu dairəni, bu icazəni pul vermək, uşağı sağaltmaq, nə bağışlamaq, nə eləmək Allah Əli əleyhissalama əta eləyib. Onda olacaq tohid. Eyni sözdə tohid də yatıb, şirk də yatıb. Sən nə əqidə ilə düşünürsən? Ya xanım Zəhra, iğfirili. Bu söz şirkdir. Deyirəm, şirk də ola bilər, tohid də ola bilər. Əgər şirk, bu halda şirk olar ki, etiqad eləsən ki, xanım Zəhra özündən eləyir. Nə eləyirsə özündən eləyir. Allahın onun işi qarışacağı yoxdur. Olacaq şirk. Bir də var deyirsən ki, Allah Taala xanım Zəhranı sevib, seçib. Deyir ki, kimi istəyirsən bağışla cənnətə daxil elə, kimi istəyirsən cəhənnəmə daxil elə. Bəzi rivayətlərdə oxuyacaq. Amma bu baxımdan ki, bəzilər görürsən ki, inad elə ki, yox, hökmən gərək Qurandan dəlil olsun. Qurandan da dəlil deyərik. Bağışlamaq, iğfir ya qəfərə sözü təkcə insana aid deyil. Birinci ayə Şura surəsinin 37-ci ayəsidir. Buyurur ki, وَالَّذ۪ينَ يَجْتَنِبُوا اَعُوذُ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ وَالَّذ۪ينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشِ O insanlar, o şəxslər ki, böyük günahlardan, günahların böyüyündən çəkinirlər və fahişə, pozğun işlərdən çəkinirlər və اِذَا مَا غَضِبُوا Elə ki, qəzəbləndilər, hum yəğfirun. Onlar məğfirət edərlər. Əgər müminin məğfirət haqqı varsa, sıra sənin, mənim də yəni, adi insan ki, günahdan çəkinir və elə Allahın bir xoşuna gələn bir bəndəsidir. Deyir, onun müminin sifətlərindən biri budur, müminin simasından biri budur ki, qəzəblənən zaman yəğfirun cəm siğədir, insanlara xitab eləyir. İndi mömin yəğfir eləyə bilir, xanım Zəhra niyə yəğfir eləməsin, niyə təğfir eləməsin? Bu bir ayə. Digər bir ayə, Casiyə surəsi 14-cü ayə. Allah Müteala belə buyurur, Qul lillezine amenu Ey Peyğəmbərim, mömin şəxslərə, iman gətirmişlərə de. Nə deginən? Yəğfiru lillezine la yercune əyyaməllah. Yəğfiru, bağışlasınlar, əfv eləsinlər, məğfirət eləsinlər. Lillezine, o şəxslərə ki, la yercune əyyaməllah. O şəxslər, yəni o kafirlər Allahın günlərinə etiqad bəsləmirlər. Allahın qələbə günlərinə etiqad bəsləmirlər. Xülasəsi bundan ibarətdir ki, ey Peyğəmbərim, möminlərə də kafirlərə məğfirət eləsinlər. Mömin kafirə məğfirət eləyir. Ana xanım Zəhra, Əli əleyhissalam, İmam Hüseyn əleyhissalam niyə şiyəsinə məğfirət eləməsin?
Demir Allahdan məğfirət eləsinlər. Qul lillezina amanu yəğfiru. Möminlər məğfirət eləsinlər. Bir dənə də hədis oxuyum. Çox bu barədə dayanmayaq. Çünki istiğasə bəhsində geniş bu barədə dayanmışdıq. İmam Sadiq əleyhissalam buyurur ki, kanət imrəətun ində əbi tu'zihi. İmam Sadiq əleyhissalam buyurur ki, atam İmam Baqir əleyhissalam bir arvadı var idi, əziyyət eləyirdi. İmamların bəzi arvadları axmaq hərəkət eləyirdi. Necə ki, İmam Həsən əleyhissalam öz arvadı zəhərlədi. İmam Cavad əleyhissalam öz arvadı zəhərlədi. Deyir ki, atamın da bir arvadı var idi, atamı incidirdi. Tu'zihi feyəğfiru ləha. Atam da ona məğfirət eləyərdi. İmam məğfirət eləyir. Bir imam şəhadət verir ki, atam məğfirəti vardı. Feyəğfiru ləha. Keçən indi xanım Zəhra əleyhissalam bir dənə hədisində bundan sonra. Bayaq da dedim ki, xanım Zəhra əleyhissalamdan özündən heç nəyi yoxdur. Hər nəyi var Allahdandır. Amma Allah Teala icazə veribdi ki, istədiyin bağışlasın. Bir çox rivayətlərdə gəlir və müfəssəl rivayətdə qısa konkret deyirəm ki, xanım Zəhra əleyhissalam daxil olacaq məhşərə. Əmr gələcək ki, "Quddu absarakum litamurra ibnatu Rasulillah Fatimə salamullah əleyhə." Gözlərinizi yumun, qoy peyğəmbərin qızı xanım Zəhra əleyhissalam keçsin. Nəysə, işimiz onda yox. Deyir ki, gələcək daxil olacaq məhşərə, deyəcək ki, Pərverdigara mənim haqqım bilinsin, mənim məqamım, şərəfim bütün məxluqata bəlli olsun. Allah Teala deyəcək ki, çoxlu şeylər sayandan sonra deyir ki, ey xanım Zəhra, ey mənim kənizim Zəhra, indi kimi istəyirsən cənnətə daxil elə, kimi istəyirsən cəhənnəmə. Deyir ki, xanım Zəhra əleyhissalam məhşər əhli içində Adəmdən Xatəmə qədər nə qədər insan var, neçə milyar, neçə trilyon Allah bilir. Onun içindən şiələrin bir-bir seçəcək. Deyir ki, kəma yəxuzul tayru kəma yumeyyiz yəni bəlkə də kəma yumeyyizut tayrul habbel ceydə minel habbel məsələn əsva. O quşlar yaxşı dəni pisləndən seçən kimi hədisin təbiri bu cür mənası budur. Tam sözlər yadımda deyil indi hal-hazırda. Xanım Zəhra əleyhissalam məhşərdə şiələrin o insanların içindən elə seçəcək, necə ki, yaxşı quş, belə bir quş yaxşı dəni pislərin içindən seçib özünə lazım olanı götürür. Qalanlar isə atılacaq cəhənnəmə. Allah bu icazəni verib ki, xanım Zəhra istədiyin əfv eləsin, bağışlasın, cənnətə salsın, kim də istəmirsə cəhənnəmə salsın. Təbii ki, xanım Zəhra Allahın istəyindən kənara çıxa bilməz ki, ola bilməz ki, Allah Teala birini bağışlamaq istəmir, xanım Zəhra onu bağışlasın. Sadəcə olaraq Allah Teala istəyib ki, onların məqamı bilinsin. Ona görə heç bir problemi yoxdur ki, insan desin ki, xanım Zəhra məni bağışla, Əli əleyhissalam məni bağışla. Heç bir problem yoxdur. Problem buradan irəli gəlir ki, çünki əqidəmizi ya başa düşməmiş, ya da başa düşəndən sonra o qədər şübhələr sallar zehnimizə. Elə bilir ki, desəm ki, ya Əli məni bağışla, mən müşrik olmuşam. Ya Əli məni bağışla, müşrik eləyə bilər, amma müşrik eləməyə də bilər, tövhid də yarada bilər. Əgər etiqadın olsa ki, Əli əleyhissalamın özündən heç nə yoxdur. Hər nə veribsə Allah verib, o verilən çərçivədə bu işi görür. Şeyxlə sual verirlər ki, günümüzdə əlimizdə olan Quran bu Osmanınmı cəm elədiyidir? Və əgər Osmanın cəm elədiyidirsə də nə qədər səhihdir? Yəni o kitab təhrif olunur. Mən Quran təhrifi barəsində 1400 ildir müsəlmanlar bu problemi yaşayırlar ki, Quran təhrif olub olmayıb. Ən azından, hətta lap Osman da cəm eləmiş olsa, hətta bunun özünə bəhsi var, bəzilərinin iddiası budur ki, bu Quran ki əlimizdədir, Osman tərtib eləməyib. Elə Peyğəmbərin öz zamanı tərtib olunmuşdur. Düzdür, məşhur nəzər budur, Quran tarixindəki Osmanın dövründə cəmi. Bu məşhur nəzərdir. Qeyri-məşhur nəzərdə bu əlimizdə olan bu düzülüş ki var, Peyğəmbərin özündəndir və Peyğəmbər bu cür əmr eləmişdir. Bu da vardır. Amma lap fərz eləyək ki, Osman düzdürüb. İşimiz yoxdur. Axı, həmən bu Quran ki, əlimizdə oxuyuruq, Osmandan 200 neçə il sonraya qədər, 230 neçə il sonraya qədər imamların yanında şiələr oxuyurdu. Həmən bu Quranı. Əli əleyhissalam topladığı Quranı Əli əleyhissalam gizlətdi vermədi. O məsumlara aid idi və İmam Zaman əleyhissalam gələndən sonra həmən Quranı gətirəcək. O düzülüş ki, nüzul ardıcılığına hansı birinci nazil olub, onu əvvələ qoymuşdu, bu cür düzmüşdü. Amma imamlar indi öz evlərində, evin içində, özü üçün nə oxuyurdu, onu deyə bilmərik. O ki, cəmaatın arasındaydı, səhabələrin yanında idilər, bu Quranıdır əlimizdə. Və ən gözəl dəlil nədir? Ən gözəl dəlil nədir? Hal-hazırda Almaniyada, hansısa bir universitetində, vardı YouTube'da, bir dənə Suriyalı doktor vardı. Əbdüddayim Əl-Kəhil. Suriyalı doktordur. Fizika üzrədir, riyaziyyat üzrədir. Amma çalışır ki, ateistlərin ya dinə məsələn deyə, özü sünnüdür, amma ateistlərin ya məsələn deyə, xristiyanların ya yəhudilərin, digər dinlərin İslama qarşı olan şübhələrini cavab versin. O şübhədən də biri Quran təhrif olmaq barəsindədir.
O gedib çıxardıb həmən o universitetin, Almaniyanın həmən universitetinin araşdırmaçılarının Quranın, onların əlində bir dənə nüsxə var. Düzdür, o qədim Kufi xəttidir. Peyğəmbərdən təxminən 30-40 il sonra yazılmış nüsxədir. Eyni bizim əlimizdə. Məsələn göstərir orada indi o qoyur indi biz oxuya bilmərik onu. Məsələn deyir baxın məsələn Taha surəsini açır. Orada filan şey yazılıb, bu da bizim Quranımız. Peyğəmbərdən 30 il sonra yazılmış Quran nədirsə, hal-hazırda sübut eləyirlər. Onlar deyir ki, kömürün nə reaksiya salırlar. Ondan tapıblar ki, bu Peyğəmbərdən 30-40 il sonra yazılıb. Yəni təxminən Əli-Əsam ya da ki, Muaviyyənin xilafəti dövründə. Aydın oldu. Həmən dövrə aid Quran hal-hazırda onların əlindədir. Onlar deyirəm, onlar dindardır, qədim əşya kimi araşdırıblar. Həmən Quranda nə varsa ilk əlimizdə də bu Quran var. Deməli, məsumların da dövründə həmən bu Quran onların yanındaydı. Əgərsə bir problemi olsaydı, deyərdilər, məsələn, deyək, oxumaya bilir. O təhrif hədislərindəki cürbəcür yolundan tocih eləmək olar. Xülasə, sözümüzün canı, əlimizdə olan Quran, etiqadımız budur ki, Allahın kitabıdır. Orada bir şey artıq yoxdur, bir şey əski yoxdur. Düzülüş əgər dəyişibsə də düzülüşün problemi yoxdur. Düzülüş bir sura qabaq olur, bir sura dal olur. Baxır Allahın kitabı bu cürdür. Əli Elisam da öz xilafətində dedi ki, gedin buna əməl edin. Elə buna da əməl edin, cənnətə girərsiniz. Çünki fitnə iyisi gəldi ki, ya Əli, sən öz topladığın Quranı gətir. Dedi, gedin bu Quranı da əməl edin. Ey Təlhə, bu Qurandan bir şey əskilib yox, bir şey artıb yox. Elə buna da əməl edin, cənnətə girərsiniz. Ona görə də əlimizdəki Quran, hətta lap Osman tərəfindən cəmd olmuş olsa, 11 dənə imamımız, imam zamanı bilmirdi, 11 dənə imamımız həmən bu Quranı görüblər, etiraz eləməyiblər. Məsumun sükutu kifayət edir bizim üçün. Növbəti sual budur ki, bu əksər ailələrdə, Azərbaycanda olsun, istər hər hansı bir məntəqələrdə ucadıdan, şehirdən şübhələnən insanlar var ki, bu mənim cadum var və yaxud da mənim sehrim var ya yox. Bunları necə batil eləyə bilərlər və necə özlərini qoruya bilərlər bu kimi şər yollardan əhlimiyyətlə imkanın mübarək dəsturu var mı? Bəli, Əli Əleyhissalamla bir dənə xüsusi tilsim vardı Quran ayələri ilə. Quran ayələri tilsimi batil eləmək üçün Ceyran dərsində yazılan Əli Əleyhissalam dövründə gözəl bir dənə duadır. Yəni mötəbər duadır, alimlər də tövsiyə eləyiblər. Quran ayələrini amma Ceyran dərsinə yazılmalıdır xüsusi bir qaydası ilə. Əgər tilsimi varsa 100% onu batil eləyəcək. Xülasə onun da artıq öz mütəxəssisləri baxar, amma bu qədər qeyd eləyək ki, o şübhələnənlərin çox heç tilsim deyil. Mümkündür psixoloji durumu vardır, mümkün nəsə bir həkimlik problemi var. Məsələn deyək, bizim tələbələrdən biri ki, Suriyada ruhi xəstəliyə kimi bir şey tutulmuşdu. Onda bir alim var, dedi ki, mənim yoldaşım desən, Livanlı idi, dedi, mənim yoldaşım dedi, xəstələn dəli kimi olmuşdu. Biz də elə bildik cin toxunub ya neyniyib. Sonra sən demə, bunun qanında dəmir çatışmamazlığı varmış. Dəmirin çatışmazlığı insan dəli kimi eləyir. Elə bilər dəlidir, başına hava gəlib. Dəmirə aid olan dərmanları atandan sonra, nə iynələrin vurandan sonra adam oldu öz normal şəraitdir. Cəmaət də elə bilirdi ki, bunun başına hava gəlib, cin toxunub, nə bilim, neynəyib. Mümkündür bədəndə bir şeylər naqislik olur, problem olur. Elə bilirlər ki, cin toxunub, tilsim olub, nə bilim, nə olub. Tilsim bir həqiqəti vardır. Yaxşı şey deyil, haramdır, günah dişim yoxdur, amma bir həqiqəti var. Tilsim eləyərlər, sehr eləyərlər, birini xəstələndirərlər, ailəsindən boşaltdırarlar, evdən qovdurarlar, hamısı var. Amma bir çox hallarda insanın bəzi problemləri olur, maddi, mənəvi ya tibbi. Elə bilir ki, tilsimlə əlaqəsi yoxdur. Ona görə mütəxəssisə müraciət eləməlidir. Əvvəlcə mütəxəssis şəri yolla təyin eləməlidir ki, səndə tilsim, cadu var ya yox. Əgər tilsim yoxdur, deyəcək ki, həkimə, sənin tilsim deyil. Tilsim olsa, 100 dənə də ən professor həkimin müalicəsi onun sağlamlıq bəxş eləyə bilməyəcək. Niyə görə? Çünki onun aləmi deyil. Ona görə mütəxəssisə müraciət eləməlidir. Görəsən bu problemin səbəbi sehr cadudur, ya həkimlikdir, ya başqa problemdir. Sonuncu sualımız Şeyxni, bəzi tələbələr göndəriblər sosial şəbəkələrdə hal-hazırda çox paylanılır. Qarşı tərəfin tələbələri tərəfindən ki, öz mövzələrində və yaxud öz dərslərində və yaxud öz söhbətlərində zikr edirlər ki, xanım Ayşə barəsində ki, Peyğəmbərin yeganə və tək bakirə xanımıdır. Yəni bu söz qulağa biraz qeyri-adi gəlir. Çünki bu söz biraz yaxşı söz deyil. Ümumiyyətlə, bu cürlə zikr edirlər və xanım Ayşəni bu cürlə təqdim edirlər. Baxanlar da bunu eşitdikdə biraz qıcıqlanırlar ki, yəni nəyə ehtiyac var ki? Yəni elə bir şeydən məsələn zikr eləmək olmazmı ki, məsələn onun fəzilətinə dəlalət eləsə və yaxud da başqa bir sözlə ki, deyirlər ki, Peyğəmbərimizin yeganə və tək bakirə xanımı. Valla mənim ixtisasım tarix deyil və tarixdə yəni Əhl-i Beyt əleyhissalama bağlı hissələrin
ki, əlaqəsi var deyin, oxuyuram. Yəni, daha yaxşı olar tarixçi, yəni ixtisası tarix olan tələbələrlə müzakirə eləsinlər və araşdırsınlar, çıxarsın tarixi sənədləri ki, Ayşə Bakirədir, Bakirədir. Məşhur budur ki, məşhur budur, Sünnidə də, Şiədə də məşhur nəzər budur, bir 70% məsələn deyək. Ayşə Peyğəmbərlə evləndə 6-7 yaşı vardı və Bakirə gəldi Peyğəmbərin evinə. 9 yaşı çatandan sonra Peyğəmbər ondan bir yastığa baş qoydu, yatdı. Bu məşhur nəzər. Amma 30% də alimlər nəzəri budur ki, elə bu yanlış nəzərdir, heç cür mümkün deyil. Ayşə Peyğəmbərlə evlənəndə 19-20 arası yaşı olubdu. Və israr eləyirlər və tarixdən mənbələr, dəlillər çıxardır, bu cür olub. Hətta bəziləri iddia edir ki, bəlkə boşanmışdı da. Nəinki Bakirə idi, boşanmışdı. Hə, Peyğəmbərdən qabaq kimlənsə evlənmişdi. Bunu da iddia edənlər vardı. Amma mənim özümün gəldiyim qənaəti deyirəm, bu qənaət deyirəm, mən tarixçi deyirəm. Ehtimal edirəm ki, Ayşənin yaşında işim yoxdur. Bakirəliyi daha nədir? Daha mənim zehnimdə düzgünlüyə daha yaxındır. Niyə görə düzgünlüyə daha yaxındır? Çünki dəfələrlə olub ki, Ayşə xanım Xədicə əleyhissalama qarşı bir qısqanclığı var idi. Gördük ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm arvadları içində ən çox sevdiyi kim idi? Xanım Xədicə əleyhissalam. Onun hətta ölümündən sonra belə onun ehtiramını saxlayırdı. Bir qoyun kəsəndə onun rəfiqələrinə pay göndərirdi. Onun üçün məsələn ehsan süfrəsi açırdı. Yəni Peyğəmbər daimən xatırlayırdı. Bir neçə yerdə gəlib ki, Ayşə Peyğəmbər dedi ki, niyə görə o məsələn nəuzubillah o qoca arvaddan danışırsan? Allah sən ondan cavanın daha mən bakirəsindən nəyin veribdi? Əgər Ayşə yaşlı olsaydı, ya məsələn bakirə olmasaydı, Peyğəmbərin cavabı Ayşənin iradına müvafiq olardı. Amma görürük ki, Peyğəmbər o məsələni toxunmur. Deyir ki, amənət bi iz kəfərə biyən nas. Hamı mənə küfr eləyəndə o mənə iman gətirdi. Və vasətni bi maliha ində hərəməniyən nas. Heynə hərəməniyən nas. Hamı məndən mal dövlətin uzaqlaşdıranda o bütün mal dövləti mənim ixtiyarimda qoydu. Və rəzəqəniyəllah minha zürriyyətən hərəməni min qeyriha. Allah Taala mənim balalarımı xanım Xədicədən verdi, o bir arvadlarına mənə uşaq vermədi ki, ondan nəslim artsın. Nəslimi də ondan artırdı. Əgər Ayşənin sözü yalan olsaydı, məsələn, cavanlıqda Bakirə idi, Peyğəmbər deyir ki, sən qələt edirsən. Məsələn, sən də boşanmış arvadın da. Amma Peyğəmbər məsələni çəkir xanım Xədicənin imanına, təqvasına, Allahın olan üstünlüyünə. Yəni xanım Xədicə əleyhissalamın yaşlıya cavan olmağı, ya məsələn Ayşənin bakir olmağından yox, başqa bir yerə yönəldir. Amma yeri vardı ki, Ayşə etiraz edirdi ki, Allah ondan yaxşısını sənə verir. Peyğəmbər deyir, yox, yaxşısını verməyib. Cavanı verir, yox, o daha yaxşı idi. Yəni cavanlıq məsələsindən sanki Peyğəmbər etiraz eləmədi. Mümkündür bu hədisdən çıxartmaq olar ki, Ayşə cavan evlənmişdi və Peyğəmbərin evinə bakirə gəlmişdi. Amma söhbət Ayşənin bakirəliyindən getmir ki, insana dəyər verir, onun bakirə olub olmamağı deyil ki. Xanım Ümmü Sələmə 100% Peyğəmbərlə evlənəndə qadını da uşaqları vardı əvvəlkərindən, Əbu Sələmədən uşaqları vardı, Ömər deyə nə idi, böyük oğlu vardı, hansısa bəlkə müharibədə şəhid olmuşdu. Onunla yanaşı, mümkün qoca arvadı Peyğəmbərlə evlənəndə, 50-60 yaşı vardı Peyğəmbərlə evlənəndə. Təxminən deyirəm. Mən deyirəm, tarixçi deyiləm, amma mümkün araşdırsa, yəni cavan gəlin deyildi. Yəni Ümmü Sələmə evlənəndə oğlu müharibəyə gedən bir oğlu vardı. Təxminən 40-dan yuxarı idi, yəni 50-dən yuxarı yaşı. Amma gəldi Peyğəmbərin yanında nə qədər əziz oldu. Demək, insanı əziz elə, onu bakirəliyə qız olub olmamağı deyil ki, insan əməlləridir. İnnə əkrəməkum indəllahi ətqakum. Bəs Şeyxlə Peyğəmbərin başqa zövcələri də bakirə idilər? Yoxdur tarixdəki məsələn hansısa bir Ayşədən başqasının barəsində ki, bunlar məsələn bakirə olublar. Mən yoxdur deyəndə, yoxdur, yəni mənim axtardığım, mənim gördüyüm səviyyədə bir görməmişəm, məsələn filan kəs də bakirə idi. Mən görməmişəm, yəni görməməyimi iddia edirəm. Yoxdur, deyirəm, mənim ixtisasım tarix deyildi, ona görə yalan deyərəm. O tarix araşdırma istəyirəm. Aydındır Şeyxlə, Allah razı olsun. Bu günlük bu qədər. Yenə bir podkastımızın sonuna çatdı. İnşallah suallarınızı ünvanlandırın. Şeyxlə çalışdığımız qədər cavab verəcəyik. Esselamu aleykum və rəhmətullah.